Salam əziz dostlar və dəyərli izləyicilər. Deməli, növbəti bir videodur və bu videoda mən iki sual üzərindən sizlərə izah verəcəm. Baxın, əslində boşluq doldurma suallar demək olar ki, 80% tələbədə problem olmasa da 20% tələbədə problematik nöqtələrdən biridir və bunun qarşısını necə ala bilərik? Deməli, burada biz ancaq açar sözlərlə getməlisiniz. Sinonimləri bilməyiniz əlbəttə ki, burada yaxşıdır. Amma oturub mən 2,5 kilometr Uffington şəhərin kəndindən məsafə. Belə tərcümələrə ehtiyac yoxdur. Açar sözlərə baxırıq. Məsələn, açar sözlərlə bu hissələrdə avtomatik olaraq burada bu açar sözləri götürürük. 2,5. Bu gəlib düşür hara? Düz bu hissəyə. Burada da deməli qədim bir yoldur. Burada nan ifadəsi varsa, burada deməli rəsmi nəsə bir ad gəlməyi var. Bu da bunun yerini göstərən ifadə olaraq, sırf bunun yerini göstərən bir ifadə. Bunun aşağısı, Ridgeway'in aşağısı göstərir və burada cavab nədir? Bu ifadə. İkinci sual da nədir? Deməli, burada yenə də bunu açar söz kimi götürürəm və bunu da açar söz kimi götürürəm və gəlirəm aşağılara. Hardadır? Deməli, burada 1070 var, burada da 1070 var. Deməli, baxmalıyım, burada in sözü var. Qarşılığı inlə olmalıdır və burada fikir verirsiniz, burada məsələn bu ifadə var. Bu ifadənin burada mention ifadəsi ilə bir növ sinonimləşdiriblər. In hissəsi buradadır. Avtomatik olaraq cavab nə olur? Dokumentlər. Yəni reading işləmək həqiqətən də çox rahatdır. Hətta 40 sualın 20 sualı su kimi olur. Qalanlarını isə yavaş-yavaş taktikalarına çox rahat şəkildə tapa bilərsiniz.